Hər birinizi salamlayıram. Kanalımıza xoş gəlmisiniz. Bir müddətlik fasilədən sonra yeni bir video çəkmək qərarına gəldim. Bugün e-polis tətbiqi haqqında məlumat vermək istəyirəm. Daha doğrusu kanalımızda bununla bağlı bir video var idi. Bu tətbiqə yeni bir funksiya əlavə olunub, onlayn bir xidmət əlavə olunub. Onun haqqında məlumat vermək istəyirəm. E-polis tətbiqinin bilməyənlər üçün deyirəm, qeydiyyatı girişi daha doğrusu sima imza, asan imza yaxud fin kodla da qeydiyyatdan keçə bilərsiniz. Digər videomuzda videonun açıqlama hissəsinə yerləşdirirəm. Yükləmə və qeydiyyat qaydası orada var. Bugün isə yeni əlavə olunmuş funksiya haqqında məlumatı sizlərlə paylaşacağım. Bu sürücülük vəsiqəsinin dəyişdirilməsi gördüyünüz kimi ən sonda olan onlayn qaydada heç bir asan xidmət mərkəzinə və yaxud yol polisi şöbəsinə getmədən vəsiqənizi dəyişdirmək üçün müraciət edə bilərsiniz. Hazır olduqda sadəcə gedib hazır vəsiqənizi götürürsünüz. Bura daxil oluruq. Burada müraciətlərin bölməsi var. Müraciət etdikdən sonra müraciətiniz bura düşəcək. Burada hazır olduğu haqqında sizə məlumat bu bölmədə veriləcək. Yeni müraciət bölməsindən müraciət seçirəm. Və budur, artıq mövcud sürücülük vəsiqəsi məlumatları burada əks olundu. Buradan səbəbi seçirik, yəni dəyişdirilmə səbəbini, etibarlılıq müddətin qurtarması daha çox lazım olan budur və aşağıda gördüyünüz kimi digər səbəblər də var, itirilməsi var, yararsız hala düşməsi var. Səbəb nədirsə onu seçirsiniz, etibarlılıq müddətin qurtarmasını seçirik. Ən üstün cəhətlərindən biri odur ki, burada şəklinizi özünüz çəkirsiniz. İki seçim görünür burada. Deməli, şəxsiyyət vəsiqəsində olan şəklin əgər bura əlavə olunmasını istəyirsinizsə, bu bölməni seçirsiniz. Yuxarıda şəxsiyyət vəsiqənizdə hal-hazırki şəkil əks olunur və o şəkil vəsiqəyə yerləşdirilir. Yeni şəkil istəyirsinizsə, yeni şəkil seçirik və aşağıda şəkil əlavə et belə bir bölmə açıldı. Yaxşı olardı ki, qaleriyadan seçimdə burada olsun. Yəqin ki, gələcəkdə o da əlavə olunar. Şəkil əlavə et seçəndə hal-hazırda telefon kamerası ilə şəkil çəkib əlavə etmək nəzərdə tutulur. Bura daxil oluruq və buradakı qaydalara riayət etmək lazımdır. Əks halda müraciətiniz qeydə alınmayacaq. Birinci şərt, arxa fon ağ rəngdə olmalıdır. Üzünüz aydın görünməlidir, yəni işığa diqqət edin. Yaxşı olar ki, gün işığında çəkəsiniz bu şəkili. Yox, əgər otaq şəraitində çəkirsinizsə, üzünüz işığa tərəf dayanın ki, şəkil aydın düşsün. Çiyinləriniz şəkildə görünməlidir. Bu şəkildə gördüyünüz yuxarıda nümunələr də verilib, daha doğrusu aşağıda bu şəkildə qəbul olunmur. Baş hissəsi tam düşməyib, çiyin düşməyib və yaxud çiyin tam düşməyib. Və dördüncü bənddə də qeyd olunur ki, mövcud sürücülük vəsiqənizdəki şəkliniz eynəklidirsə, yeni şəkliniz də mütləq eynəkli olmalıdır. Tanış oldum seçirik. Burada kamera açılır. Şəkili əlavə edirik. Hal-hazırda mən müraciət eləmirəm. 2 ay qalıb məndə bitməyinə. Və bir də burada məntəqə bölməsi var. Burada hansı asan xidmət mərkəzinə yaxınsızsa, bütün asan xidmət şöbələri burada əks olunur. Hazır olduqda hardan götürmək istəyirsinizsə, o həmin sayılı asan xidmət mərkəzini seçirsiniz. Məsələn, birinci nümunə üçün seçirəm, 6 sayılı asan xidmət mərkəzi şəkili əlavə edirik. Təsdiqlə düyməsini basdıqdan sonra ödəniş məlumatları, rüsumun ödənilməsi üçün yeni bir səhifə açılır. Orada plastik kart məlumatlarınızı daxil edib ödənişi uğurla başa vurursunuz. Bundan sonra müraciətlərin bölməsində burada sizin müraciətiniz əks olunur və hazır olduqda da sizə bildiriş göndərilir. Bu günlük bu qədər. Əgər video sizə faydalı oldusa, kanalımıza abunə olun. Hər hansı sualınız olarsa, şərhlər bölməsində bildirə bilərsiniz.